أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم اللهم كن لوليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا بحرمت نهم ماه محرم بحرمت آقا ابوالفضل العباس تعجیل الله در فرج آقا امام زمان سویم به صلواتی فرد بیرون Allah'a şakirəm tevfik inayət buyurdu. Vəqfe-i digər Babildə siz böyüklərin məhzənində də qara qiymişətdə ovqat olaq üçün bura Babildir, məclislər, məclis Ənsar Hüseyndir. Bizəcə mütəfavit bir məclisidir. Bəhsi Yəhud Pəjuhidə bir cüzü işarə elədik Ənsar Hüseyndəki. Əmr elədilər bir gələndə inşallah bir balaca bu bəhsi açaq bəhsi Yəhud Pəjuhi. Nəqş-i Yəhud در شهادت ائمه اطهار شیعه و پیام آشورا پیام تاسوعا ki bunlara görə mən bir 20 dəqiqə, 23 dəqiqə məhzərdə olacağım, səvabını da təqdim edirəm bugün. Bu səfalı məclisdə əyləşənlərin vatilərinin haqqında bir sələvat ixrat buyurun. از دعوت کنندگان حضرت ابا عبدالله حسین مدینه‌دن کوفیه biri də Şəbəs ibn Rib'idir. Şu Muxtarın filmində baxanlar gördülər şəxsiyyət Şəbəs. Şəbəs ibn Rib'i ibn Hüseyn Təmimi Yərbu'i əşraf Kufədən idi. Əmmamə Besər idi, hafız kol Qur'an idi, özünün məscidi vardı, müqəllidi çox idi, cozvi, xəvası cahan İslam idi o zaman. Ki İmam Hüseyin anı dəvət eləyəndən biri bu Şəbəsdir. Tarixdə yazıblar cozvi şəxsiyyət-های بی‌ثباتی در tarixdir. Niyə müqəddəmə mən buna işarə elədim? Ki açacağım ərzimi. Bizim büyünəmə bir bürhədə yaşayırıq ki camiəmiz hər bodudan mübtəladır. Məsail siyasi, iqtisadi, ictimai, əxlaqi. Camiə cəhanı da bu təbəatıdan bir bəhrə qalmayıbdır. Büyük nəmə biz ziyarət aşura oxumamız, əzadarlıq eləmamız, tasua əzası tutmamız, aşura tutmamızın rəhbidabı pəyamı var. Əgər gəlmişik burada Hüseyin ibn Əliyə ağlayaq, ya büyük nohumi Mah-ı Muharrem'li muxtəs Həzrət Əbülfəzl Abbas aya keyfiyyət şəhadətdən eşidək ağlayaq və gərək ağlayaq və fəqət əgər istəyirik bu ola, əli boşuq. Pəyamı alanmasaq əli boşuq. Həzrət Əbülfəzl Abbas sal 62 Hicri'də bir seybi əqaidin üstündə şəhadətə yetişdi. Biz baxanda görürük Şəbəs از مخالفان خلیفه سوم عثمان بن عفان idi. از فرماندهان ارشد سپاه امیرالمؤمنین زنج صفین idi. از دعوت کنندگان ابا عبدالله کوفیه. وقتی که ابن زیاد تسلط تاپtı شهر کوفیه فوری تغییر موضع verdi. روز آشورا فرماندهی پیاده نظام لشکر کوفنی aldı öhdəsinə. Gəldi durdu İmam Hüseyin ağanın müqabilində. Amma bu səy eləyirdi çox gözdə olmuyor. Baxın ki, hökmü fərmandehi vermişdilər. Amma çox gözlədərdi Ömər Səd kimi. Şimdi İbn Zilcoşən lənətullah kimi. Bu Şəbəs qiyam-ı Muxtarda şurəş əşraf-ı Kufədə Muxtarla müqabilə elədi.
Müs'əb ibn Zübeyri təhrik eləyən bər əleyhə muxtar bu şəxsi şəbəsdir. Şəhadət-i muxtarda da bu şəbəsin əli vardır. Mərdom Kufə ba anki İmam Haqq beynilendeydi, amma mütəəssifanə bi xatir ədəm-i bəsirət tanıyanmadılar. İmam Haqq kimdir? Batil kimdir? Peyrovi elədilər bu cür bir müştehidlərdən. Fəliza nə tənha İmam-ı Haqq yar olunmadı, bəlkə mərdom o əsr şəqavətə mübtəla oldular. Əgər büyük nəmə biz bu rahatlıqda Şimlə lən eləyirik, Ömər Səədə lən eləyirik, Yəzidə lən eləyirik, bu rahatlıqdakı lən eləyirik, bu cürdərdir ki, zaman-ı şəsdəki hecridən mərdom o əsr onu əsləh bilirdilər. Büyük nəmə bizim bənzir intixabatımıza kimə rəy veririk, kimi əsləh bilirik, kimi bilmirik, onda da bu şərait hakim idi ki, kim iş üstü olsun. O iki deyir Əli-i Əskəri hər mələ şəhadətə yetirir, mən deyirəm hər mələ şəhadətə yetirməyib, zahir qəziyyə budur. Kim şəhadətə yetirib? Yəzid ibn Muaviyyə rəy verənlər ki, hər mələni fərmanda intiqab eləmişdir. Əsli müşkül əvandadır. Müşkül bəhs-i düşmən şinasidədir, bəhs-i imam şinasidədir, bəhs-i vilayət təziridədir. Ki, büyün nəmə əmr elədilər, İmam Zaman adı heç gəlməyibdir. Mən ki, büyün gəlmişəm İmam Hüseynaya ağlayam, mən ki, 10 gün əzadazlıq edirəm dəhi əvvəli Məhərrəmi, büyün tasuanı muxtəs eləmişəm Həzrəti Abbas ibn Əli ibn Əbi Talibə, bəhs-i düşmən şinasidə, mən pəyam-ı şəhadət Həzrəti Əbülfəzli ala bilmişəm. Ya elə fəqət Həzrəti Əbülfəzlin keyfiyyət şəhadətini ağlayıram. Ki, bəli, məzlumanə şəhid elədilər. Pəyam-ı şəhadət Həzrəti Əbülfəz nə mən idi? Pəyam-ı şəhadət Həzrəti Əbülfəz bu idi ki, tanıyın haqqla batili. Hətta haqqı batili tanımaq yolunda məcbur oldunuz altarlıq balanı qozuyasız o qabağına. Əbülfəzli Əli-i Əkbəri canınızdan geçəsiz, malınızdan geçəsiz. İmam-ı Haqqı yari eləmədilər, şəqavətə mübtəla oldular. Şəbəs bir münafiq-i karkoşteydi ki, bundan Muaviyə özü qorxardı. Əmr-i-As qorxardı, Qonfoz qorxardı. Bunlar öz zamanlarında coz ve siyaset mədaranı ve qol-i əfsəl idilər. Bunların üstünə Vəlid-i Şəbəsin yanında bunlar kəm gətirirdilər. Bir siyaset mədarı bir subat, merdi hezar çehre ki ba cevve hakim ber camiye rengevez ilerdi. Büyün nəmə be qol filan cibhədəndi, bu təzqif olur gedir o bisinə, o təzqif olur gedir o bisinə, müxtəlif cibhələri bu təcrübə edir. Tarix-i İslamda yazırlar siyasi bazı misli şəbəs görüşməyib. Ya bu şəbəsin tarixdə gəlməyib. Mövqeyiyyət-های müxtəlifdə səy edib, vichəsini hifz eləyər. Şəxsiyyətini hifz eləyər, mərdümü toğruya və inandıra ki, mən buyam. O iki sən fikr eləysən də, hiləgərtərin mərdə qumnam-ı ərəb deyirlə Şəbəs ibn Rib'idir. Ki, hətta xəvas-ı camiə, cibhə-i batildə bundan qorxurdular. Bir sələvat-i xəd buyurun. Bizə də kəndə daxil deyil, əmr edirlər. Peyğəmbər cəmalına uzunlar, digərin qababidətdə, sələvat görür, Allah. Biraz da gəlin qabağına, Allah sizə edir. Bir daha da bir sələvatı buyurun. Pəs biz cəryanı aşurada, cəryan şinasi bəhs-i aşurada, gəh bəhs-i düşmən şinasidə, klasهای şimr şinasi də qoyaq heyyətlərimizdə. Şəhid-i mütəhərri rəhmətullahi əleyh buyurdu,
Şimri zamanı da tanıyaq. Əgər o şimrə lən eləyirsiniz, büyük nəmədə o şimrə əmmamı besərdən var. O şimridən var ki, 16 seri payı piyada həccə gedib. O şimrin tayı vardı, Ömər Səd məscid saldırıbdı. Ömər Səd o şəxsiyyətlərdən dərdi ki, büyük nəmə bu rahatlıqda bizə deyirlər, bəli, şəxsiyyət Ömər ibn Səd. Xanım Zeynəb xətabı və okufələr buyurdu. Biz burada bir iddiəni ki, gördükləri müqabili Sipah-ı Əbu Abdullah durublar. Biz ba çəşmi omid gəlmişdir, intizamımız vardı, bunlar bizim cibhədə olar. Məgər bu rahatlıqda Ömər Sədin əyazı və bilər. Ömər Səd kimin oğluydu? Şəhid oğluydu, Səd Əbi Vəqqasın oğluydu ki, Muaviyyə məsmum elədi. Ömər Səd həmbazi Əbu Abdullah Hüseyin idi. Şəxsiyyət Hüseyin ibn Əliyini tanıyırdı. Bəqdi Qodan və Kufədə Şimr lənətullah gəldi. Zəbihən minəl qəfa anın rəsə mütəhərin bədənindən ayra. Mərkəb üstü Ömər Səd hazır idi o səhnədə. Xanım Zeynəb bəqdi ki yetişdi o səhnəyə, xətab qərar verdi. Yəbnə Səd, sən baxırsan Hüseyin öldürürlər. Sən tanımırsan bu kimdir? Deyir Ömər Səd Ravi Hümeydə ibn Müslimdir, xəbərniqar-ı Bəni Ümeyyə. Deyir Ömər Səd o qəd ağladı, səkkəli İslamdı ki Hüseyni öldürürlər. Xeyməni otmura ağlayırdılar. Qarət eləyə ağlayırdılar. Bir iddə əcib məsələn vaxtı ki Üsəranı vardı elədilər Kufiyə, İmam Səccad gördü, bir iddə bətər ağlayır. Bir-birlərini damlayırlar. Xətab olaraq buyurdu ki, öldürüb siz indi dağlayırsınız, hansı sifəti inanaq. Ona görə deyirəm, Allahdan istəyək və hürmət bu mah-ı əza bizlərin mərifət ilə bu qapılarda sabit qədəm eləsin. Aşura təqabul miyan İslam-ı Öməvi və İslam-ı Ələvidir. Bu gün də İslam-ı Öməvini beruz eləyiblər, olub İslam-ı Amerikayı. Bu gün nəmə Ömər Sədin təfəkkürün beruz eləyiblər, daişi tərbiyyət eləyib, salıblar Məmalik İslamiyə. Həmən rəvişdir, həmən şivədir ki, bu gün nəmə biz görürük cami-i cəhanını nəzir vurublar bir-birinə. Və bu gün nəmə bilax dəlili nəmə nədir ki, bizim başımıza bir belə müsibət gəlir. Əvvəlin dəlil budur ki, biz Qədir xonunu tanıyanmamışıq. Eydi mübahiləni yüngül tutmuşuq. Məbəsdən sadə rədd olmuşuq. Bəhs-i intizar-ı fərəci yüngül tutmuşuq. Müstəqim elə gözlüyürük, İmam Hüseyni Qodalı qətiqata yıxsınlar. Biz gələ belə ağlayaq tutuldu ki, Aşura tutuldu, nahar saat çəkin bağlayın, qaldı bir də gənərlər. Heyətdəki hərəfdə olur, gah az, gah çox bilən. Adətən təəssübən ki, dur az məclis, dur az bağla arz edirəm. 10 gün İmam Hüseyin məhərrəmçisi olmayaq. Kollu yavmin Aşura, kollu yavmin Kərbəla, kollu yavmin Aşura. Milaç nəmə nədir? Milaç vilayət pəziridir. Büyün nəmə gəh bunu bilaq bax, ziyarət-i cami'i, ziyarət-i nahiyə müqəddəsən oxuyanda biz bir baxıb görmüşük, biz büyün nəmə, ümmət-i İmam-ı Dəvazdəhəm, mənim İmam-ı Zəmanım özün nəcür mərcuf eləyir? Nəcür mərcuf eləyir? Mən Hüseynə aliyam, İmam-ı Dəvazdəhəmi tanımayam, qafil olan, məni öləndə kafir yazacaqlar. Hədis-i Peyğəmbərdir. Mən matə vələm yərif İmam-ı Zəmanihi, matə meytətən zahiriyyə. Biz ümmət-i İmam-ı Dəvazdəhəmdən soruşacaqlar, bizdən İmam-ı Dəvazdəhəmə görə soruşacaqlar. Hüseynə ağlayıbsan, səvabın var. Hüseynə ehsan veribsən, səvabın var. İmam-ı Zəmava neyniyibsən? Kop bu ehsan onun yolunda, vəli. Bizə görə digər tərkibi, məsirətivi, mərifətivi gətirəsən üstə. Büyün nəmə bu İmam-ı Zəmanı bu məmləkətdə hazır və nazir görəsən. Ayıb danışan. Danışırsan İmam-ı Zəmandan ötür danış. İmam-ı Zəmanı nəzərdə al. Nə mərdümün bəhbəh deməsin ki, mərdümü razı eləyəsən. Elə danış ki, İmam-ı Zəman imza etvirsin. Məsul-i ki, məsuliyyət qəbul eləysən, İmam-ı Zəmanı qəbul elə. Bu məsuliyyətə görə qiyamət ki, soruşacaqlar. Hədis var, qalə məsum kullukum ra'in və kullukum məsulun ən rəiyyə. Vaxtı Səyyid-i Şəhəda yola düşdülər,
Bir də bu əfkar modern sahibləri gəldilər ki, yadına Rasulullah, hara gedirsən? Dedi ki, edirəm, mən qiyam edirəm. Kufə əhli dəvət edirlər. Büyünləmə Yazid o mənsəbdə əyləşməsinə zillətdir müsəlmanlara büyün ona həm demə. Ya Əbu Abdullah, nə işin vardı Yazidinə? Kimlər bunlar deyir? Qardaşı Məhəmməd Hənəfiyyə, əmoğlusu İbn Abbas, Qanun Zeynəbin ağası, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyir, Mutsehedin və Xəvas-ı camiə gəliblə İmam-ı Zəmanlarına yol nişan verirlər. Ya sən hara gedirsən? Və neyniyir? Çəkidək müzakirə elə da. Tənzibə əlavə geç qoşaq ki, otorda müzakirə elə, müsalihə elə, etilaf elə. Bir şey verək, bir şey alaq, Yazidin quyruğuna yaxlama, Mədinədə ağalıq elə da, Yazid peyğam göndərib vəlidə, Hüseynə denə mənlə işin olmasın, dini siyasətə qatma, müştəhid dövr elə, pul deysən veraq, məqam deysən veraq, Qur'an de, dindən de, cəhdevin dinindən de, amma bu işləri görmə, sən quvvəli ilə nəşin, Mədinəli, sən qal Mədinədə da, sən Yəmən əhli ilə nəşin, sən Suriyyə ilə nəşin ki, sən neçə yerdən çağırıblar, nə Qəzzi, nə Loblan, canın fədai İran, onda da deyirdilər canın fədai, nə işin var sənin? Otur yerində da, hökumətlə sənin işin olma, Peyğəmbər balasısan, əzizsən, caygahın var, qal yerində qəşə ağalığı belə də sən nə işin Kufədə kim acından ölür, kim nə olmuş? Sünnidir özdə Kufədə dəvət eləyənlər. Hüseyin ibn Əlinin məzhəbinə mənədir, şiədir. Bu kimdən ödür çıxdı? Neçə dana şiə namə yazmışdı, neçə dana sünni. İmam Hüseyin abılar görürdü ki, İmam Hüseyin ağanın boynundakı təklifi görürdü. Niyə? Dördü şəriəti Səyyid-i Şəhədaya kitab yazıb və namı Hüseyin Varis-i Adəm. Hüseyin ibn Əli varisdir 124.000 peyğəmbərə. Hüseyin ibn Əli peyğəmbər nəvəsi deyir ki, biz səlam verəndə məyə deyirik, Əssəlamu ələykə ya əhlə bəytin nəbi. Biz nəbi demirik ki. Biz deyirik, Əssəlamu ələykə ya əhlə bəytin nübüvvə. Ulan nübüvvət, Əbu Abdullah Hüseyin bu qiyamda 124.000 peyğəmbərin peyamı qoymadı ki, aradan gedər. Bəhsi şəxsi Yazid dəyirdi ki, gələ orada fəqət Yazid ilə mən müşkülüm var, o gələ, əzl ola mən olam. Məktəbi, tohidi, rişədən qurudurdular. Əbu Abdullah saldı, çıxdı, gördü, ayrı yol yoxdur. Ayrı yol yoxdur. 49 il bə'də şəhadət-i peyğəmbər. Bunun 4 il, 6 ay hükümət əmirəl-müminini çıx, 45 ilin içində. Peyğəmbər bina qoyan İslamı elə mültəvadan salmışdılar, elə işləmişdilər, elə təbliğat eləmişdilər. Cəvana, vaxtı ki deyirdilər, Əli ibn Əbi Talib'a sahibi bu fəzilət idi, 45 ilin içində ha, deyirdi baba, yeşətməyin görə bax. Maviyyə Peyğəmbərin qeynidir, səhabi Peyğəmbərdir, xaləl-müminindir, ravi hədisdə əhli də kürəkədir. Mərdüm bir yerə yetişdilər ki, İmam Hüseyin gördü, əmirəl-mümini ilə, Muaviyyələr fərqi qail deyirlər. Burada deyil, nə eləməliyik? Da burada oturmaq yeridə. Qiyam elədi. Qiyam elədi nədir? O ki bizə deyiblər, İmam Hüseyin qaçdı pənahəndə olan Məhkiyə, o İmam Hüseyin də Abdullah ibn Zübeyirdir. İmam Hüseyin aşkarça, günüzün günortaça qafiləsini amadə elədi, 600 kilometr Mədinədən piyada gedə Məhkiyə. Kimi aparır? Mərdim yığışdı, müştəhidlər yığışdılar, baxın görün kimi aparır? Gördülər bu tamam əhl-i beyti nübüvvət aparır. Xanım Rübabi ki Əliyyə Əsgəri təz olub. Zahı xanımdır. Niyaz və istirahəti var. Baxdılar, gördülər Abbas ibn Əli, Əli Əkbər, hətta Qasim, hətta Abdullah İmam Həsənin yətimlərin, hətta Əqilin oğladın, hətta Müslümin balaların tamamı mirası, nübüvvət özü ilə gətirir. Gəldilər, dedilər ki, biz deyirik getmə. İndi ki gedirsən, hətta əvvəl Zeynəbə aparma. Bunların ürəyi Zeynəbə yalnızdır. Deyirlər, bu namusu Peyğəmbərdir, bunu Yasin aparma. Bunların ürəyi Peyğəmbər namusuna yansaydı, Ayşəni ələm edib Cəngi Cəməldə oynatmazdılar. Bəhs nə mən idi?
Zeynep alemi gayri muallimeydi. Zeynep şahsiyeti evveli tefsiri ba'de seyyid-i şühedeydi. Zenci gital da habit zencinin mefsaridir. Liza vaqti Zeynep İmam Hüseyin'in karvanı ilə həmrah oldu, fəqət bir bacıya bir xanım dərdi ki, gəlirdi. Bizə deyirlər ki, məhəbbət üzü ilə qardaşıydı, xeyr, ehsası təklif elədi. Dedi, İmam-ı Zamanın fətva və qiyam verib, mən də gərək gedəm. Cenab-ı Abdullah dedi, mən deyirəm, getməm. Dedi, şurut-i zimni əqdimdən biri budur. Abdullah, mən şərt eləmişdim, Hüseyni'dən ayrılmayacaq. Niyə? Bilirdim qabaqda nə var, mənə vəsiyyət eləyiblər. İndi ki, gelirsən deyiməm, balalarımı vermirəm. Xanım Zeynep, Cenab-ı Abdullah'a dedi, qiyamət günü, cəhdim Resulullah'ın yanına yapışacağım yaxından. Bir mənzil fasilaşmışdılar ki, cəhdi balalığa ötürdü. Təhvil verdi xanım Zeynep'e. Xanım Zeynep düşdü yola. Zeynep tamam-ı kursihay tefsir Kur'an idi. Zeynep təcəllay Kur'an bel ərsi Kərbələ idi. O iki məddahlar oxurlar. Əgər Zeynep olmasaydı Kərbəla qalmazdı. Bu bir dənə vaqiyyətdir. Mən 5 dəqiq izafə vaxt istəyirəm. Ki, bəhsimi cəmbəndə eləyəm. Sözün kulli mətləbindən bundaydı bax. Əsli tərin nəqşi, cəryanı Aşurada kim oynuyor? Yahud oynuyor. Ərəbdən nəsəb dədədən gələr. Yahudulardan nəsəb nənədən gələr. Biz qatilini, şəhədai Kərbəlanı nənə tərəfindən bəqəsi eləyəməmişik. Yazidin nənəsi kimdir? Meysunə binti Bəcdəli Kəlbi. Bunun dədəsi Məsihiydi, nənəsi Yahudiydi. Yazidin nənəsi özü iqrar elərdi ki, mən nənəmin dinindəyəm. Vaxtı ki, hamileydi Yazidə Muaviyyə bunu boşadı. Bu getdi, Yazidi Yahuduların içində dünyaya gəldi. Məktəb-i Yahud Yazidi tərbiyyət elədilər. Nəyə? Günü yetişəcək qoyacaqlar Hüseynin müqabilinə. Yazidin bir dənə müşaviri vardı, benam-ı Sircan-ı Yahudi. İbn-i Ziyad'la bu laf səmimi dostuydu. Bərnameyi Aşuranı imla eləyən mi Sircan-ı Yahududur. Niyə çəhdilə dəhvə Nuh-i Məhərrəmə? İkisində bunlar vardı, ola bir şey qutarı idilər da. Yevm-i Keypur, Aşura günü, internetə vurun. Gör, Yahudular 1400 ildən sonra Dəh-i Məhərrəmi niyə cəşr tutarlar, oruç tutarlar? Yahudular iş işləmişdilər. Şimrin nənəsi bir dənə Yahudidir. İmam Hüseyni Yahudiləri ilə öldürdülər. Beharən burada bir hədis var, mən bununla ərzimi tamam edeyim. Peyğəmbər barha buyurdu, mən Yahudun Bəni İsrailin 2 dənə hiləsindən qorxum var. Bir, balam Həsənə görə, bir də İmam Hüseynə görə. Niyə? Dedi, bu 2 daniyə Yahud asif vuracaq. Yazidin nənəsi Meysunə cədəni qurdu, zəhri verdi, İmam Həsəni ocu şəhid elədilər. Oğlu Yazidin əli ilə də İmam Hüseynə anardan götdülər. Bunlar nukat-ı qabili diqqət və təəmmüldə, bəhsə Aşurada vaxt yoxdur açaq. Mən üçün əmr ediblər, işarə eləyəm İmam Zamana. Mən bundan deyim, və qole müqəddəm olsun rozələrinə, indi bunlar ki, dedik, gəldik büyünə, həmən bərnaməni, büyünə mən işləyirlər. Bir sələvat-ı buyurun. Şühədai Kərbəla, diqqətimiz bir olsun, mən bununla təhlil edirəm. Bax, Şühədai Kərbəla, şiridvacıhay Aşuraydır. Əgər büyük nəmə bu cəm gəlib, burada Əbülfəzl Əbbasaya əzadar ola, Əbülfəzl Əbbasanın adının qalmağı, siz heç yanda Məhəmməd Hənəfiyyə rozəsi eşitməzsiniz. Muxtar ibn Əbu Ubeyd Səqəfi rozəsi eşitməzsiniz. Siz heç yanda Süleyman-ı Sürəd-i Xuzai
rozası eşitməsiz. Rüfaatın Nişaddad rozası eşitməsiz. Bunlar Təbbabində şəhid oldu. Muxtar Qiyam-ı Muxtarda şəhid olubdu. Bunlar da şəhid olubdu. Amma bu şəhadətin fərqi var. Deyir bir var zamanında, ləhzəsində İmam-ı zamanından difa eləyib şəhid olasan. Bir də var sonra ikisi də şəhiddir. Amma şəhid Həmzəyi ilə şəhid Hüseynin fərqi var. Həzrət Abbas ibn Ali cüzv-i füqəhai zaman idi. Cüzv-i üləma-i a'lam idi. Sahibi fətvə idi. Məhəmməd Hənəfiyyə əgər gəldi, yol dedi İmam-ı zamana, Həzrət Əbülfəzl o işi görmədi. İmam Hüseynin qiyamın eşidən dəqiqədən əlin qoydu gözünün üstünə, ta axir dəqiqəyəcəndə sözünün üstündə durdu. Ver xəbər dərdi olan qüssə və qəm sahibinə, desin öz dərdini Əbbas-ı Kərəm sahibinə, deməsin dərdini əğyarə Əbülfəzlə desin, gəzməsin çölləri yavarə Əbülfəzlə desin. Çünki Abbas güraləndə kərəmlə yası, hər kimin dərdi çox olsa çağırar Abbası. Kim duşa silg ilə damanın Abbas ağanın, gər gülə rütbə-i şayanın Abbas ağanın, and ola Fatimiyə dərdinə dərman olacaq. Gözləri ağlayanın ləbləri xəndan olacaq. Allah'ın verir. Bugünkü günün əzəməti müsibətinə, Həzrət Əbülfəzl Əbbasının əzəməti məqaminə, bugün bu cəmdə əyləşənlər, o Abbasi ki şərməndə oldu xanım Rübabdan, Əliyyə Əskərdən, Əhləyalından. Allah'ın verir Həzrət Əbülfəzlin o dəqiqəsinə, İmam Hüseyin qafurana zinət verənləri Əhləyal yanında şərməndə eləməyə bir sələvat-ı xərqi. شدم اسیر